Müəllif rahimehullah Müsəlmanın Qalası kitabında yatağa girərkən oxunan zikirləri gətirir. Onlardan bəzilərini götürdü və bugün inşallah onlardan biri olan Allahümme inneke xalaqta nefsi ve ente tevaffaha leke mematuha ve mahyaha in ahyeyteha fahfazha ve in emetteha fagfir leha Allahümme inni es'aluke el-afiye. Allah'ım canımı sen yarattın. Sen de onu alacaksan onu öldürmək də, diriltmək də sənə məxsusdur. Onu diriltsən qoru, öldürsən bağışla. Allahım səndən salamatlıq diləyirəm. Deməli, axşam yatağa girərkən oxunan zikirlərdən biri də budur. Bu hədis olaraq Abdullah Umar radiyallahu anhumədən rəvayət olunur. Ənəhu amara raculan idə axada madci'ahu qal Allahümmə xalaqda nəfsi. Yəni bir kişiyə əmr edir ki, yatağına girdiyi zaman belə desin. Allahım, sən mənim canımı yarattın və əntə təvəffəhə və sən də onu alacaqsan. Canımı sən alacaqsan. Ləkə məmatuha və məhyəhə. Onu öldürmək də, diriltmək də sənə aiddir, məxsusdur. İn əhyeytəhə fəhfazhə. Əgər onu diriltsən, onu qoru və in əməttəhə fəğfir ləhə və öldürsən onu bağışla. Allahümmə inni əsəlükəl afiyə. Allahümmə səndən afiyət istəyirəm. Fəqaləhu racul, kişi ona deyir ki, əsəmi'tə hədə min Umar, sən bunu Ömərdən mi eşitmişsən? Fəqalə min xeyri min Umar, deyir ki, Ömərdən də eşitmişəm. Min Rasulillahi sallallahu aleyhi və səlləm, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmdən. Bu hədis Səhih Müslimdə keçir. Və burada keçən əmər raculan idə axada madcan bimən ənəhu qad sar alə firəşihi. Yəni, yatağına girdiyi zaman artıq yatağında uzandıqdan sonra bu zikri söyləyir. Allahümmə sözünün mənası ya Allah. Xalaqtə nəfsi. Mənim canımı sən yarattın. Yəni yoxdan var, sən var etdin. Və əntə təvəffəhə və onu sən alacaqsan. Və sonra gələn cümlədə bunu izah edir. Ləkə məmatuha və məhyəhə. Onu öldürmək də, diriltmək də sənə aiddir, sənə məxsusdur. Və bu işdə heç kəs sənə müştərək deyildir. Lə yəmliku həyətə və məvtə illə ənt. Yəni, canın həyatını da, ölümünü də yalnız sən sahibsən. Çünki dirildən də, öldürən də Allah Teala'dır. Və huvəl-ləzi yənfirüdü bidəlikə vəhdədunə mən sivah. Yəni, tək bunu edən Allah Teala'dır, başqası deyildir. Yəni, bütün məxluqat toplaşsa belə, yəni məxluqatdan hər hansı birini dirilsin, hətta milçək olsa belə onlar bunu bacarmazlar. Və həmçinin bunlardan birini öldürmək istəsələr də bunu bacarmazlar. Fəllahu cəalə lidəlikə əcələl muhaddədə, yəni Allah Teala'dır. Əcəl üçün müəyyən bəlli vaxt təyin edən nə gecikir, nə də tez olur. Ləkə məmatuha və məhyəhə. Yəni, onu öldürmək də, diriltmək də sənə aiddir. Əgər bu belədirsə, yəni həkimə və yaxud da dərmana bağlanmağın bir yeri yoxdur. Əv bi qeyri dəlikə mimmə yetəşəbbətu bihi ba'dun nəs. Və yaxud da bundan başqa insanların həyat üçün, yaşayış üçün, qalmaq üçün, yəni yapışdıqları hər hansı bir şeyə bağlanmağın yeri yoxdur. Fəllahu vəlləzi yəmliku dəlikə vahdə. Bütün buna malik olan Allah Teala'dır, tək olan Allah'dır. Və hədə yəb'atu aləl quvvə və şəcə. Yəni, bu da sözsüz ki, insanda bu etiqad insanda güc və şücaət yaradır. Və döyüş meydanında irəliləmək və düşmənlə qarşılaşdığı zaman, yəni qorxmamağı gərəkdirir. Çünki o insan bilir ki, əcəl Allahın əlindədir. Və bu əqidəni etiqad etməyənin əksi olaraq. Necə ki, müsəlmanlar
döyüşdə, bu əqidə üzərində olanlar cihadda necə də sabit olur və başqaları isə yəni qorxu içərisində olurlar. Yəni kafirlər, yəni bu əqidə onlarda olmadığı üçün onlar qorxu içərisində olurlar. وإنما عندما أن هذه الأسباب المادية هي التي يمكن أن تحفظها أو ترضيها فالمؤمن كل ليلة yani mümin insan hər gecə yatmaq istədiyi zaman bu mənanı özünə xatırladır. Deyir ki, ləkə məmatuha və məhyaha. Yəni öldürmək də, diriltmək də sənə aiddir. Və həmçinin bura başqa bir məna da daxil ola bilər. Yəni bu həyat Allah üçün ram edilməli, yəni Allah yolunda və Allahın rizası yolunda olmalı və ola bilsin mənalardan biri də elə budur. Allah Teala buyurur ki, "Qul inne salati və nusuki və məhyaya və məmati lillahi rabbil alamin." De ki, mənim həyatım da, ölümüm də, qurbanım və namazım və qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi üçündür. Yəni insanın həyatı Allah üçün və Allah yolunda olmalıdır. Və la xeyra fi hayatin la takunu kəzəli. Əgər bir həyat belə deyilsə, yəni onda bir xeyir olmaz. Və onun həyatı heyvanların və malqaranın həyatı kimi olar. Hətta bundan da daha aşağı olar. Və həmçinin ölüm, yəni insanın ölümü də iman və tövhid üzərində olmalı. Və mə yecri aleyh ba'dəl mevt fə innəhu yekun min təvabi zəlik. Və bundan sonra, ölümdən sonra olanlar isə bunun əsərləri sayılır. Və kəzəlikə aydan innəmə yuqi'u zəlikəllahu vəhdəhu. Yəni bunu da edən Allah Teala'dır. Yəni insana ölümdən sonra baş verənləri də. Fəəntəl məliku li ihadihin nufus. Yəni bu canları diriltməyə malik olan sənsən. Yəni hansı vaxt istədiyin zaman və buna səndən başqası malik deyildir. Deməli, belədirsə, xəstəlik ölümü yaxınlaşdırmır. Xəstəlik ölümü yaxınlaşdırmır. Və görürsən ki, çətin, ağır xəstəliklərdən çətinlik, ağrı çəkən insan və həmçinin həkimləri də yoran bir xəstəlik, nə qədər şiddətli olsa belə, yəni o xəstəlik əcəli yaxınlaşdırmır. İnsan, ola bilər başqası, insanlar içərisində ən sağlam, heç bir xəstəlik toxunmayan birisi ölüm anı gəldiyi zaman hətta sevdiklərinin arasında yeyir, içir, danışır, gülür və həmən an insan yerə düşür. Həmən an gəlib çatdığı zaman. Yəni təyin olunmuş vaxt, o son nəfəsi, hansı ki bizə verilən nəfəslərin sayı belə bəllidir. O nəfəs gəlib çatdığı zaman, əcəl gəlib çatdığı zaman, yəni insan xəstə olmasa belə həmən anı gedir. Lakin xəstəlik isə insan üçün bir kəffarədir və həmçinin dərəcələrin qalxmasına səbəbdir. Necə ki buna səhih rəvayətlər dəlalət edir. Yəni xəstəlik yalnız kəffarə deyildir. Kəffarə olmaqla yanaşı, yəni günahların silinməsinə səbəb olmaqla yanaşı, dərəcələrin də qalxmasına səbəbdir. Əcirdir, savabdır, mükafatdır. Yəni insan Rəbbinin huzuruna günahlardan təmizlənmiş halda gedir.
eyni zamanda da dərəcəsi qalxaraq gedir. Deməli, xəstəlik ölümü yaxınlaşdırmır və həmçində afiyət də gecikdirmir. Yəni, əcəli gecikdirmir. Xəstəlik əcəli yaxınlaşdırmır və afiyət də gecikdirmir. Leysəl cəban yəncu minəl mevt. Qorxaq insan ölüm gəldiyi zaman ölümdən, əcəldən xilas olmur. Və leysə şüca yetəqaddəmu əcəluhu əbədə. Həmçində şücaətli insanın da əcəli tez çatmır. Əgər bu tez çatsaydı, ən tez nizələrlə oynayan insana çatardı. Yəni, hansı ki, özünü təhlükəyə atan, Xalid ibn Valid ölüm anında nə deyir? Hansı ki, nə qədər döyüşlərdə olub. Yəni, onun da xəbəri gizli deyil. Sonda deyir ki, fələ nəmət əyinul cübənə, qorxaqların gözləri yatmasın. Yəni, nə qədər təhlükəli döyüşlərə girməsinə baxmayaraq, müharibələrdə olmasına baxmayaraq, yəni bədənində, yəni hər bir qarış yerdə qılınc zərbəsi, nizə zərbəsi və digər silahların zərbələri, amma yenə yatağında dünyasını dəyişir. Hətta bəzi döyüşlərdə İraqda ikən qısa müddətli döyüşə gedir və ən yaxşı döyüşçülərdən onunu seçir ki, onu arxadan qorusunlar. Sonra özü isə qartal kimi şığıyaraq düşmənin üzərinə və onların başçısını səfin arasından götürür, atın üzərindən və onu cücə kimi qapır və sonra qucağına götürərək müsəlmanların yanına qayıdır. Və onlar isə qaçırlar və qalalara girirlər. Və bununla da döyüş qurtarır. Yəni, döyüş olmadan qurtarır. Yəni, bu da açıq aydın dəlildir ki, yəni əcəl çatmadan insan nə qədər təhlükəli yerlərdə olmasına baxmayaraq insan ölmür. Və burada nəzərdə tutulan odur ki, insan elan edir, deyir ki, Ya Rab, mənim canımı diriltməyə və öldürməyə malik olan sənsən. Öldürmək, diriltmək və bütün işlər sənə aiddir, sənin qüdrətinlədir. Və sonra deyir ki, fəin əhiyyətə fəhfadha. Əgər yaşadarsansa, onu qoru. Yəni, məqsəd insanın heyvani həyat sürməsi deyildir. Əgər insan qorunmursa, yəni itaat üzərində qorunmursa, onun yaşayışının nə faydası vardır? Əgər insan Allahın qəzəbinə gedən işlərdən uzaq olmursa və bəzən insanın yaşayışı onun əleyhinə olur, onun zərərinə olur və bəzən də insan həyatdan bezir. Yəni, budur, şair, yəni 80-80-dan çox yaşayıb, artıq yaşayışından bezib. Səimtu təkəlifəl həyati və mən yəşu 80 havlən lə əbələk yəsəmu. Həyatın bu çətinliklərindən bezdim. Yəni, kim 80 yaşayarsa, yəni bezər. Nəyə görə bezir o insan? Çünki həyatı boş bir həyat idi. Allahın zikrindən, Allaha itaətdən uzaq bir həyat olduğuna görə. Və bezir, artıq onun orqanları, hissiyyat orqanları bir-bir gedir, yoxa çıxır və aciz olur, zəif olur və hətta onu insanların sözlərini ona çatdırılmasına ehtiyac duyulur.
kimsə onun qulağına deməli və həmçinin onun ayağa qalxmasına, oturmasına, oturması üçün bir yardımçıya ehtiyacı olur. Amma insan bu həyatı zikir, itaət və doğru əməllər üzərində yaşayarsa, faydalı keçirərsə, həyat insanı əbədi nemətlərə aparır və xoş hal üzərində də dünyasını dəyişir. Yəni təəssüf olan, yəni hansı ki insan onun halına təəssüflənir, yəni bütün həyatını əyləncə içərisində, qəflət içərisində keçirir, heyvani bir həyat sürür. Yaşayır yemək üçün və yeyir yaşamaq üçün. Nə üçün yeyirsən? Deyir ki, yaşamaq üçün. Nə üçün yaşayırsan? Deyir, yemək üçün. Deməli, bu həyatın mənası nədir? Yəni, müəzzin əzan verir, yəni insanlar fəcr namazını qılır, o isə yatağındadır, qəflət içərisindədir. Yəni, bu həqiqətdə bir həyat sayılmır və o həyatda bir xeyir yoxdur. Yəni, belə olarsa ölüm daha əfsəldir. Çünki onun o yaşamaqla günahlarını artırır. Yəni, illər boyu o günah qazanır və o da insanı əzaba, uzun bir hesaba aparır. Həqiqi həyat oradadır. İnsan öləndən sonra başlayır. Bura deyildir. Və ona görə insan bu duasında deyir ki, İn əbqeytə hədihin nəfs, yəni bu nəfsimi saxlasan, yaşatsan, qoru. Nədən qoru? Çirkabdan, çirkinlikdən, günahlardan, asiliklərdən, həlak edici əməllərdən qoru. Və bunun ardınca da gəlir qorxulardan və həmçinin bəlalardan qolur. Qorxulu işlərdən və bəlalardan qolur. Və in əməddəhə fəğfir ləhə. Əgər öldürsən, onu bağışla. Yəni, bağışlamaq sözün mənası, yəni onu ört. Yəni, ört, yəni rüsvay etmə və həmçinin günahların cəzasından qoru, məsuliyyətindən qoru. Yəni, sonunda da Allah Teala'dan afiyət istəyir. Allahümme inni əsəlukəl afiyyə. Allahım, mən səndən afiyət istəyirəm. Yəni, afiyyət də insanın dinində salamat olması, fitnəyə düşməkdən, yəni şeytanın hiləsindən salamat olması. Dünyada isə xəstəliklərdən, ağrı, acılardan salamat olması. Yəni, afiyyət elə bir şeydir ki, ona bərabər başqa bir şey yoxdur. İnsanın dinində və dünyasında afiyət içərisində olması. Və buna görə duaların birində də keçir ki, Allah əsəlukəl afiyyətə fi dini və dünyaya və əhli və məli. Allahım, dinimdə, dünyamda, ailəmdə və malımda səndən afiyət istəyirəm. Və bəlanın da ən böyüyü elə insanın dininə üz verən bəladır. Ən böyük müsibət insanın dininə üz verəndir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, Lə təcəl musibətənə fi dininə. Yəni, bizim müsibətimizi dinimizdə etmə. Və o insan ki, ondan müəyyən günahlar, asiliklər dinində və yaxud dünyasında naqisliklər ortaya çıxır və dünyasına müsibət gəlir, hiss eləmir və müəyyən vaxtdan sonra artıq dəyişir. İnsanın görünüşü dəyişir. Hətta onu özünü təqdim etməyə ehtiyac duyulur. Çünki tanımırsan. Çünki üz dəyişib, qaralıb, yəni əvvəl tanıdığın kimi deyil və həmən üzdə olan gözəllik artıq aradan qalxıb. Və izə bihədəl insan fi halin uxra təməmən, artıq başqa bir hala çevrilib. Çünki müsibətdədir, özü isə bunu hiss eləmir. Ola bilsin, yəni bu duanı təkrarlayır. Lə təcəl musibətənə fi dinə, müsibətimizi dinimizdə etmə. Amma bilmir ki, o müsibət içərisindədir. Və bundan sonra isə artıq dünyasına müsibət gəlir, malına, canına, ailəsinə. Və insan bəzən onun canına, evladına, malına müsibət gəlir, səbr eləmir.
İbn Teymiyyə rahimehullah buyurur ki, "Bi'ennel insane kad ya'zim ala sabr." İnsan bəzən səbirli olacağına əzm edir, niyyət edir, amma müsibət baş verdiyi zaman edə bilmir. Və insanlardan bəziləri var, deyir ki, əgər mən filan kəsin yerində olsam, xəstəliyə fikir vermərəm. Və yaxud da malıma üz verən ziyana, xəsarətə üz vermərəm. Amma üz verəndə isə artıq əldən düşür. Amma bundan əvvəl isə elə düşünürdü ki, özünə sahib olacaq, möhkəm olacaq, səbirli olacaq. Amma müsibət gəldiyi zaman bütün gücü gedir və zəiflik üz verir. Və bəzən insan yeriyə bilmir. Yəni insanın gücü gedir və bədən üzvlərində olan əzələləri belə dayanır. Yəni bu dərəcədə olduğunu belə insan düşünməzdi. Və bu da onu bildirir ki, insan Allah'tan salamatlıq istəməli, afiyət istəməli. Və bu duanı da insan hər yatdığı zaman oxuya bilir. Salamatlıq deyildiyi zaman fitnələrdən salamat olmaq, şərlərdən salamat olmaq və həmçinin insan öz nəfsinə ölümü xatırladır, səfəri xatırladır, axirəti xatırladır və həmçinin xatırladır ki, bunlar Allahın əlindədir, buna bəşər malik deyildir və buna görə də Allahdan başqasından qorxmur, yəni bəşəri, insanı böyük görmür, çünki onun canı Allahın əlindədir. Yəni heç kəs buna malik deyildir, sahib deyildir. Allah Teala buyurur: "Leberazellezine kutibe aleyhimu el-qatlu ila madaci'ihim." Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi əzəldən yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Yəni ölüm gəldiyi zaman. "Qul law kuntum fi buyutikum." Əgər siz evlərinizdə olsaydınız belə. "Leberazellezine kutibe aleyhimul qatlu ila madaci'ihim." Öldürülməsi əzəldən yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Yəni harda onun ölümü yazılıbsa, orada insana ehtiyacı çıxır. وتقع لهم حوادث بعد 100 كيلو مترات أو كذا في مكان وفي وقت محدد وكل إنسان في الموضع الذي كتب له أن يموت فيه. Yəni insana harda ölüm yazılıbsa, yəni orada ölür. Hətta insana deyilsə ki, innəkə fi yevmin minəl əyyəm sətəmut. Sən günlərin bir günü öləcəksən, bu keçdiyin yerdə. Və insan buna qəribə yanaşar, təəccüblənər və sual verər ki, "Məl-ləzi yecəl ən zəhəbə ilə həzə məkan?" Yəni mən bura nə üçün getməliyəm ki, orada da ölüm. Və orada insanın ehtiyacı ortaya çıxır və həmən təyin olmuş yerə gəlir və orada əcəli çatır. Həzi haqaiq yənbəği ən nu'minə bihə. Yəni bu elə bir həqiqətlərdir ki, buna iman gətirməli və bunu nəfsimizdə yerləşdirməliyik. Bu hədisin faydalarını götürək. El-i'tirafu bil-ubudiyyəti lillahi vahdehu. Yəni qulluğun yalnız Allaha aid olmasını etiraf etmək və insanın öz acizliyini etiraf etməsi və Allahın əmrinə təslim olmaq rahatlığın, sükunətin səbəblərindəndir. Və bu da nemətlərin ən böyüyü sayılır. Yəni insan tək Allaha olan qulluğu, özünün acizliyini etiraf etməsi və Allahın əmrinə təslim olması insana mutmainlik, rahatlıq gətirən səbəblərdəndir, amillərdəndir.
Və həmçinin İbn Umar radiyallahu anhumanın Peyğəmbər sallallahu aleyhi və səlləm öz malından, ailəsindən, evladından daha çox sevməsi və bu da iman əhlinin halıdır. Ruh bədəndən ayrılarsa ölüm hasil olur. Və la ya'lemu haqiqatan ruh illa xaliquha. Ruhun da mahiyyətini yalnız onu yaradan bilir. Və ruh bütün bədəndə yayılır. Və yədullu alə əthəri əl-ihsas və təfkir. Və ruhun da təsirinə dəlalət edən insanın hiss etməsi, düşünməsidir. Və bundan başqa insanda olan hərəkətlərdir. Hətta görmək, insan ruhla görür. Eşitməsi bədənində olan ruha görədir. Və əgər ruh bədəndən çıxarsa, insan quru bir ağaca çevrilir.